Dəyərli tamaşaçılar, mövzu ilə bağlı studiyamızın qonağı millət vəkili Fərəc Quliyevdir. Fərəc bəy, xoş gördük. Xoş gördük. Fərəc bəy, Azərbaycan-Rusiya münasibətlərindən danışacağıq. Bax, hazırda münasibətləri necə qiymətləndirərdiniz? Bilirsiniz, Azərbaycan dövləti həmişə sıfır problemli qonşuluq siyasəti yürüdübdür. Biz heç kimlə düşmən olmaq istəmirik. Qonşuları biz müəyyənləşdirmirik. Bu Tanrı tərəfindən müəyyənləşibdir. Rusiya bizim böyük qonşumuzdur təbii ki və istəyirik ki, münasibətlərimiz həmişə sağlam zəmində olsun. Amma çox təəssüflər olsun ki, Rusiyada yerilən siyasət bizim o istəyimizə, arzumuza uyğun olan bir münasibətlər sistemin qurulmasına mane olur. Demirəm ki, bu bəlkə dövlət siyasətidir, bəlkə bəzi siyasətçilərin fikirləridir, amma verilən bəyanatlar, bəzi məsələlərdə yanaşmalar Azərbaycan mənafələrinə toxunur. Biz böyük bir şeylər istəmirik. Doğal haqqımızı istəyirik. Sadə bir məsələ istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü tanınsın, Azərbaycanı işğal edən ölkələrə dəstək verilməsi, Azərbaycanın iç işlərinə qarışılması, Azərbaycanla bərabər səviyyədə qonşuluq siyasəti yürüdülsün, dostluq münasibətləri qurulsun və s. Yəni, biz nə bir başqasının torpağını iddialıyıq, nə işğal eləmişik, nə də kiməsə müharibə eləmək fikrində deyilik. Azərbaycan tolerant bir ölkədir. Biz monoetnik bir dövlət deyilik, Ermənistandan fərqli olaraq. Burada ruslar da yaşayırlar, başqa millətlər də yaşayırlar, hamıya bərabər yanaşma vardır. Burada dinlər arası münasibətlər çox normaldır. Azərbaycanda sinagoglar da, kilsələr də, məscidlər də eyni hüquqla çıxış edirlər, hamı ibadətini eləyir, heç kimə fərq qoyulmur. Belə olan təqdirdə Azərbaycana münasibət gərək biraz dəyişən olur, belə olmuyor. Mən nəyə nəzər tuturam? Rusiya həm də elə olubdur ki, elə gətiribdir ki, ATƏT Minsk qrupunda təmsil olunur. Ən azından bu baxımdan tamam bitərəf mövqedən Azərbaycana və Ermənistana münasibətini sərgiləməlidir. Yəni, bir tərəfli qaydada hətta Ermənistanı dəstəkləməsi Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaya bilməz ki. Söhbət ondan gedir ki, Azərbaycanla Ermənistan qarşısında bəzi dövlətlər bərabərlik işarəsi qoyurlar. İşğal olunan dövlətlə işğal edən dövlət arasında. Amma Rusiya isə biraz da irəli gedibdir mənfi mənada və Ermənistan tərəfini saxlayır. Məsələn, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı olaraqdan əgər Qarabağda Azərbaycan əməliyyatlar başlayarsa, birmənalı şəkildə Ermənistanın yanında olacağını bəyan eləyir. Ermənistanın kvotadan kənar silahlanmasını təmin eləyir. Ermənistan ordusuna yardım eləməklə yanaşı öz ordu hissələrini Qarabağda və Ermənistanda yerləşdirir. Azərbaycanı bəzi məqamlarda hətta Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanımamaq kimi cəhdlərdə bulunur. Son vaxtlar istəyir Jirnovskinin verdiyi bəyanatlar olsun. Dünən bir politoloqlar da bir münasibət bildirmişdi məsələyə. Yenə də eynən Qarabağ ayrıca subyekt kimi təqdim eləmişdi. Yəni bu normal deyil. Rusiya özü federativ dövlətdir. Biz əgər Rusiya münasibətdə bu cür mövqelər sərgiləsək, təbii ki, Rusiyanın da xoşuna gəlməz. Biz Rus xalqı ilə düşmən deyilik ki, Rusiya dövlətinin yürütdüyü bu siyasətlə biz barışmırıq. Əgər Rusiya siyasətini Azərbaycan münasibətdə dəyişərsə, normal beynəlxalq hüquqlara söykənən bir siyasət yürüdərsə, bizim münasibətlərimiz də tamamilə bir fərqli olar. Bu gün Rusiyanın Azərbaycanla münasibətlərindəki sərinliyi Azərbaycan tərəfinin günahından deyil. Yəni, Rusiyada milyarderlər ittifaqı yaradılır, onun tərkibində olan Azərbaycan heç bir aidiyyatı olmayan birisi Abdulatifov bir bəyanatla çıxış edir ki, Azərbaycanın şimalında milli azıqlar vardır və onlarla bağlı bəyanat verir. Azərbaycan tamamilə dağılışlarına qarışmaqdır. Və yaxud da Şuşada bir Talış radiosu açırlar və Rusiyanın orada sifəti göstərir. Bu tamam anormal bir məsələdir. Ukraynada Krım ilhaqından sonra Rusiyadakı politologlar və rəsmilər Qarabağla bağlı Azərbaycanın əleyhinə olan bəyanatlardan çıxış edirlər. Yəni, bütün bunlar qəbul olunmazdır və biz arzuluyuruq ki, Rusiya Azərbaycana siyasətini tam dəyişsin. Ümumiyyətlə, yeni dünya düzənə uyğun olan bir siyasət yürütsün. Rusiyanın özünün də əleyhinədir. Artıq bütün dünya ona qarşı çıxıbdır. Artıq Rus xalqı bundan əziyyət çəkməyə başlayacaqdır. Neft pul qiyməti deyək ki, biraz aşağı düşən kimi, neft pullarının axırının Rusiyada azalan kimi, Rusiyada katastrofik vəziyyət yarana bilər. Yəni, bütün dünya ilə düşmən olmağa dəyər mi? Dəyməz təbii ki. Ümumi qaydalar vardır və biz arzuluyuruq ki, Rusiya bu münasibətlərdə ümumi qaydalara əməl eləsin və Azərbaycanla da normal qonşu münasibətləri qursun. Mən xatırlayıram Putinin ötən ölkəmizə səfər çərçivəsində mətbuat konferansında Vladimir Putin bildirdi ki, Azərbaycanla sıx dostluq əməkdaşları və qonşuluq əməkdaşları var və bundan sonra inkişaf edəcək. Bax, düşünmürsünüz ki, hər hansı bir dövlətlər barmaq eləyirlər bu münasibətlərə, belə loru dillə desək və mane olmaq istəyirlər ki, dövlətin qonşuluğuna, dostluğuna. Bilirsiniz, dövlət siyasəti elədir ki, kənardan təsirlə o institutlaşmış siyasət dəyişməz. Əgər köklü şəkildə bir istək varsa, siyasi iradə varsa, bir dövlət siyasəti varsa, kənardan hətta təsirlər olsa belə, tutaq ki, Azərbaycanın düşməni olan dövlətlər təsirlisi belə, o siyasət dəyişməməlidir.
fikir olaraqdan ortaya qoyula bilər hansı bir fikir, amma bu əməldə özünü göstərməlidir. Əsasın Azərbaycan bu yaxınlarda lap Həştərxanda, yaxın Azərbaycan qonşu olan Rus ərazilərində hətta məktəblər açdı, parklar saldı, xoş münasibətlər qurdu, ikili qardaşlaşmış şəhərlər konsepsiyasını ortaya qoydu. Bizim diasporamız Rusiyada Rusiya demokratiyasının inkişaf cəhənnədən gələn elədir. Azərbaycan ziyalıları Rusiya üçün əvəz olunmaz xidmətlər göstərdilər. Onun kosmik sənayesindən tutmuş, tibb sahəsindən tutmuş, hər sahəsində Azərbaycan ziyalılarının ağır rolu vardı orada. Azərbaycanın orada 3 milyondan çox bizim soydaşlarımız orada yaşayırlar, vətəndaşlıq alanlar da vardı, vətəndaşlıq olmayıb da yaşayanlar vardı. Amma nə yazıqlar olsun ki, Rusiya deyək ki, bir nəfər cinayətkarın hərəkətini qabardır, amma bizim minlərlə ziyalımızın hərəkəti haqqında susqun mövqe göstərir, görməzliyə qoyur. Hər bir ölkədə cinayətkar olur. Hər bir millətə məxsus olan cəhət. Heç bir millət yoxdur ki, onun tərkibində, onun üzvlərinin cinayətkarlar olmasınlar. Yəni, əgər istək olarsa, məsələn, bir stəkan yarıya qədər su ilə doludursa, sən deyərsən ki, stəkan yarıya qədər su ilə doludur. İstək olmasa deyəcəksən, stəkanın yarısı boşdur. Yəni, eyni şeydir, qiymətləndirmə fərqlidir. Belə də bu könül işidir. Ona görə Rusiya təsir edirlər məsələsi mən qəbul eləmirəm. Rusiya sadəcə olaraq Azərbaycana münasibətlərində tamam fərqli bir mövqe qoymalıdır. Azərbaycan prezidenti də dəfələrlə xoş münasibətini bildiribdir Rusiyaya qarşı siyasətlə bağlı olaraqdan. Azərbaycan parlamenti də, məmurlar da, siyasi təşkilatlar da, Azərbaycanda yaşayan ruslara kimsə fərqli bir münasibət bəsləmir. Bütün soydaşlarımızla bərabər səviyyədə, sevə-sevə münasibət bəsləyir. Bütün millətlərlə, azlıqların cümləsində ruslarla. Amma bütün bunların müqabilində Rusiya bizə təsir edirlər deyən siyasətimizdə yanlış bir yanaşma qoyuruq demək doğru deyil. Bu inandırıcı deyil. Həcə, bir məsələ də var, bax, diqqəti daha çox cəlb edir. Ukrayna problemindən sonra Avropa Birliyi bildirdi ki, Azərbaycan qazının Avropaya nəql olunması məsələsi əsas gündəm məsələsidir. Sizcə bundan sonra Rusiyanın Azərbaycana qarşı mövqeyi daha da pisləşə bilərmi? Bilirsiniz, dünya Rusiyaya qarşı münasibətdə Rusiyanı məhv eləmək, Rusiyanı çöşdürmək siyasəti yürütmədilər. Çalışdılar ki, həm Avropa təsisatlarında müəyyən formada, müəyyən sifətdə təmsil olunsun. 7+1 formatını təklif elədilər ki, orada inteqrasiya olunsun. NATO-na münasibətlər sistemində Rusiyanın inteqrasiyasını təmin etmək üçün addımlar atdılar və s. Yəni, dünyanın məqsədi Rusiyanı çöşdürmək deyildi ki, birinci ona görə ki, Rusiya böyük dövlətdir, orada əgər katastroflar olardısa, düşünürdülər ki, Rus mujiki, belə deyək ki, Avropaya kütləvi şəkildə axın eləyərsə, orada ucuz işçi qüvvəsi artdığına görə siyasi təlatimlər başlaya bilər, sosial təlatimlər daha doğrusu. Yerli iş adamları daha çox bu ucuz işçi qüvvəsi istifadə eləməklə yerli işçilərdən az istifadə edə bilərlər. Yəni, Rus mujiklərinin kütləvi şəkildə orada olması bir mənfi təzahür yarada bilər. Üstəlik, Rusiya nüvə dövlətidir, istəmirlər katastrof olsun. Rusiya xammal bazasını istəyirlər ki, iqtisadi əməkdaşlıq eləsin və dünya bütün məsələlərdə bəhrələnsin və s. Amma dünya Rusiya xoş sifət göstərdikcə, Rusiya qucaq açdıqca, Rusiya daha çox aqressiv şəkildə davranmalı deyil. Yəni, bir yerə qədər bu davam edə bilər. İkinci Dünya Savaşından sonra açıq şəkildə ilhaq yoxdur demək olar ki, amma düzdür, məsələn, Küveyt ilhaq olunmuşdu, dərhal dünya təpkisindən azad olundu və s. Amma bugün Krım açıq şəkildə ilhaq olundu, işğal olundu artıq, bura Rusiyanın kontroluna keçibdir. Bu, analog olmayan bir hadisədir. Və yəni bunu Rusiya tərəfdə rəsmən artıq tərkibi kimi daxil edir. O, başqa məsələdir ki, 88-ci ildən sonra Qarabağda Ermənistan və Rusiya birləşmə tərəfindən ilhaq olunubdur Ermənistan ilhaqındadır, amma Ermənistan bunu rəsmən elan eləmir. Amma Rusiya ilhaqı elan elədi. Yəni, Ukrayna münasibətdə Rusiyanın davranışı işğal siyasətidir, dünya siyasətinin, dünyanın istədiyi məsələlər uyğun deyil. Avropada istəmirlər ki, belə bir katastrofik bir vəziyyət yaransın, sivilizasiyaların toqquşması olsun və yaxud da böyük müharibə üçün başlanması yaransın. Ukrayna kiçik dövlət deyil axı, 50 milyonluq bir dövlətdir və bu gün ola bilər ki, müəyyən qədər müqavimət göstərmə imkanları azdır və yaxud da istəmirlər göstərmək, daha çox diplomatik yollarla baxırlar məsələlər. Amma sabah Ukrayna istəsə, Rusiya bir gün belə Krımda qala bilməz. Krımın ən azından suyun və işığını Ukrayna verir. Ukrayna xalqı çox ləyaqətli və döyüşən xalqdır və xatırlayırsınız, 2-ci Dünya Savaşında Benderlər xüsusi ordular, legionlar xüsusi bir savaşda qətiyyət göstərdilər. Ukrayna heç vaxt ərazisinin işğalına, xalqının aşağılanmasına, azadlığın itirilməsinə razı olmaz. Amma heç kim böyük müharibəni arzulamır. Gərək Rusiya bunu anlaya və dinc yolla o ərazilərdən geri çəkir. Başqa yolu yoxdur. Təbii ki, Qərb də qızışdırmaya gərək. Çünki indi son məlumatlara görə artıq
NATO və Pentaqon Ukraynaya öz qoşunlarını yeridir, gücləndirir falan belə. Bir məsələni mən danışmaq istəyərdim, bax fikrinizi almaq maraqlıdır. Dağlıq Qarabağ istiqamətində hansı işlər görəcək? Münaqişənin həlli istiqamətində Rusiyanın mövqeyi. Mən bayaq o məsələyə epizodik olaraq toxundum ki, ATƏT-in Minsk qrupunda Rusiya təmsil olunur. Hərçənd mən Azərbaycan hökumətinin mövqeyindən fərqli olaraq müxalif mövqedəyəm. Mən düşünürəm ki, Rusiya və Fransa ümumiyyətlə ATƏT-in Minsk qrupunda olmamalıdırlar. Hesab edirəm ki, BMT-nin son vaxtlar qəbul elədiyi bir yanaşma var ki, bölgədə daha çox marağı olan o dövlətlərin və əziyyət çəkən dövlətlərin o missiyada barışıcı missiyada iştirakı vacibdir və mən arzulayardım ki, Gürcüstan və Türkiyə Rusiya və Fransanı əvəz eləsin bu barış missiyasında, yəni o ATƏT-in formatında. Hərçənd ATƏT-in özünə də mənim böyük şübhələrim vardı və mən parlamentdə də məsələ qaldırmışam ki, ATƏT daha çox barışdırıcı mövqe adı altında siz özünüz razılığa gəlin, biz də onu tanıyaq kimi bir mövqe qoyur. Bu barışdırıcı olmaz ki, əgər bu iki dövlət özü bir işləri görəcəksə və təcavüzə məruz qalanla təcavüzçi arasında da bərabərlik şərti qoymaq da çox yanlış bir xətt siyasətdir təbii ki. Mən parlamentdə məsələ qaldırdım ki, BMT-nin 4 qətnaməsi vardı. Ən yüksək beynəlxalq təfsilat olan BMT-nin məsələ mövqeyi vardı. Azərbaycan ərazilərinin işğal olunmasını tanıyıbdı və qəti şəkildə çıxmağını da istəyibdi. Və BMT-nin də özünün 7-ci bəndinə əsasən nizamnamədə qeyri-hərbi və hərbi sanksiyalarla tətbiq eləməklə qətnamələrin həyata keçirmə mexanizmi vardı və bunu tətbiq eləmək lazım. Mənim mövqeyim budur. Amma bu gün əgər Rusiya ATƏT-in hələlik Minsk qrupunda varsa və Qarabağ məsələsində də bu barış missiyasında iştirak edirsə, bu davranış formaları qənaətbəxş sayıla bilməz. Müharibə də başlasa, təbii ki, müharibə bizə sərf edən nə baxımdan Azərbaycan ordusu Ermənistan ordusundan dəfələrlə böyükdür, dəfələrlə güclüdür. Elə Naxçıvanda keçirilən son təlimlər də bunu göstərdi. Oradan söz düşmüşkən, Fərəc bəy, bir məqam var. Turan ordusunun Azərbaycana yerləşdirilməsi ilə bağlı söhbətlər dolaşdı. Bax, sizin münasibətiniz necədir buna? Biraz əvvəlki fikrinizə mən əgər etiraz etməsə bir münasibət bildirim. Krım işğal olunan sonra bir məsələ də ortaya çıxdı ki, Azərbaycan illərdir deyir ki, Qarabağ ilhaq olunubdur. Bütün dünya səsini qaldırsın və bu tendensiya, bu ənənəyə son vurulsun. Nə yazıqlar olsun ki, buna fikir vermədi beynəlxalq strukturlar və günün birində artıq Krım işğal olundu. Yəni Qarabağın işğal olunmasına susqunluq növbəti fəsadı ortaya çıxartdı. İndi artıq başa düşdü ki, Qarabağ məsələsi təkcə Azərbaycanın məsələsi deyil, dünyanın, bəşəriyyətin təhlükəsi üçün, ən azın bölgədə təhlükəsi üçün ciddi bir elementdir. Bu çox mühüm məsələdir. Üstəlik, əlbəttə ki, Azərbaycan tərəfi istəsə hərb yoluna məsələni həll etsin, Ermənistan tərəfi Azərbaycan qarşısında dayana bilməz. Bəzən Rusofobiya məsələsi yaradırlar. Əgər Rusiyanın, mən bayaq söhbətimin preambul əsasında toxundum, xoş bir münasibətlər qurmaq istəyirik. Amma mənim ölkəmin Rusiyada daxil olmanı istənilən bir ölkə işğal eləmək istəyərsə, biz ölənə qədər mübarizə apararıq. Yəni bir ölkə böyükdürsə, biz mütləq təslim olmaq fikrində deyilik ki, Əfqanistan kimi bir dövlət qoşa-lülə silahlarla dağlara çıxdı, Stinger raketlərini yendi və düşmənləri ölkəsindən çıxardı. Biz sona qədər Partisan hərəkatından belə ölkəmizi tərtəmiz düşmənlərdən təmizləyə bilərik. Bizim ölkəmizə xoş üzdən gələnlərə gül dəstəsən qucaq açarıq, pis niyyətlə gələnlərin ayaqlarını qırarıq. Yəni bu bizim milli iradəmizdir. Yəni bu belə olmalıdır, başqa cür ola bilməz. Və Azərbaycan konstitusiyası da hər bir vətəndaşa öz ölkəsinin müstəqilliyi uğrunda mübarizə aparmağa imkanlar verir. Bu mənim bir partiya sədri kimi mövqeyimdir təbii ki. Amma orduya gəlincə isə bayaq siz toxundunuz. Son paradları götürün. Azərbaycanın ordusu parad keçirir. Öz istehsalı olan zirehli maşınlarda, öz istehsalı olan istiqlal silahına, öz əskəri ilə və öz bayrağı ilə o meydandan keçdi. Amma Rusiya gəldi Ermənistanda bir parad keçirir Ermənistan güya ki, Rusiya əskəri ilə, Rus bayrağı ilə, Rus maşını keçdilər. Yəni fərq bu qədərdir. Azərbaycan çox bölgədə ən güclü orduya sahib olan bir ordudur və biz istənilən təcavüzün qarşısını almaq imkanlarına malikik. Üstəlik də Turan ordusu ilə bağlı olaraq da. Mən bir dəfə parlamentdə məsələ qaldırmışdım. Bəlkə xatırlayırsınız. Mən Türkiyə, Azərbaycan birgə Asayiş Müdafiə Qüvvələri adı altında birlik arzulamışdım ki, bu gün deyək ki, Azərbaycan hərbiçiləri də Türkiyədə PKK-ya qarşı, başqasına qarşı birgə mübarizə apara bilirlər. Sabah da Qarabağda eyni köməyi Türkiyə göstərə bilər. Nə gözəl ki, məsələ daha da böyüyübdür artıq. Turan ordusu adlı bir format da ortaya çıxdı. Başqa türk dövlətləri də bura qoşulubdur. Mən arzulayıram ki, bütün türk dövlətləri qoşulsunlar və Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətləri hərbi sahədə, hər bir sahədə vardı. Hərbi sahənin inkişafı ilə də bağlı son dəfə bura Ərdoğanın
cənab baş nazirin gəlişindən sonra da elan edirlər ki, bu da inkişaf elətdiriləcəkdir. Azərbaycan prezidentində bu məsələdə siyasi iradəsi var Azərbaycan dövlət tərəfindən. Və mən arzulayıram ki, real şəkildə belə təsadlar harda olarsa, Turan ordusu həmən özünü ora çatdırsın. Türkiyədə olarsa Türkiyə, Özbəkistanda olar Özbəkistana, Azərbaycanda Azərbaycana və s. Yəni bu çox normal bir məsələdir. Dünya öz təhlükəsizliyini təmin etmək üçün öz dostlarının qüvvəsindən istifadə etməlidir. Əgər bir qüvvə formaşı, bir blok kiminsə ərazisini işğal eləməyə cəhd edirsə, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı kimi ki, Ermənistan orada iştirak edir. O bir başqa məsələdir. Amma bir format ki, ərazisini müdafiə edir, istiqlalını müdafiə edir, bu tamam fərqli məsələdir. Mən alqışlayıram ki, bu tipli davranışlar real olaraq həyatda öz əksini tapsın. Bir məqam da var, o da sevindirici haldır ki, son səfər zamanı Zakir Əsənov ki, İrana səfər elədi Müdafiə Nazirimiz, İranla hərbi əməkdaşlıq haqqında memorandum imzalandı. Necə düşünürsünüz? Bu nə dərəcədə effekt verə bilər əgər müharibə olsa? Biz həmişə tənqidi yanaşmışıq ki, İran adlı dövlətdə Azərbaycan münasibətdə adekvat biz münasibətlər görmürük. Heç kimə sir deyil ki, Meğri koridorundan İran tərəfi Ermənistana nəfəslik veribdir və onun nəfəs almasına şərait yaradıbdır. Bizdə olan dəqiq məlumatlara görə İran ordusunun təminatında da, Ermənistan ordusunun təminatında İranın az rolu yoxdur. Amma əgər gerçəkdən İranda bir dini rejim varsa və gerçəkdən o müqəddəs kitab əsas götürürlərsə, bir ümmətçilik məsələsi qoyurlarsa, ən azından din qardaşlara münasibət belə olmalı deyil. Yanında olmasa belə qarşısında olmamalıdır. Biz arzulayırıq ki, son gedişlər, son ziyarətlər, görüşlərdə, rəsmi görüşlərdə effekt versin. Real şəkildə İran tərəfi əvvəlki davranışlarından imtina eləsin və Azərbaycana xoş münasibətlərdə olsun. Biz heç kimdən kömək istəmirik. Biz yalnız dövlətlərin yanlışın yanında, təcavüzkarın yanında olmasını, işğalçının yanında olmasını arzulamırıq. Biz özümüz öz problemimizi həll eləyərik, amma düşmən tərəfdə, ədalətsiz tərəfdə olmasınlar sadəcə olaraq. Və sonda bir sualla, bir fikrinizi alın. Bax, cari ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin nə gözləyək? Mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ ifadəsinin özünün əleyhinəyim sizə deyim. Çünki Azərbaycan ifadəsi işlərində Dağlıq Qarabağ da onun tərkibində gedir. Mən parlamentdə də məsələn qaldırmışam ki, bu ifadəni dəyişin. Biz Dağlıq Qarabağ ayrıca subyekt kimi təqdim edəndə özümüz düşmənlər əlində fürsət veririk ki, onlar da ayrıca subyekt kimi təqdim eləsinlər. Azərbaycan deyiləndə onun içərisində Naxçıvanda, Şəkidə, Qarabağda hər yer gedir. Bu bir. Bu Ermənistan-Azərbaycan müharibəsidir. Bu müharibənin həll olunması biz ədalətli tərəfi yalnız və yalnız mən məsələnin hərbi yolla çözüləcəyinə inanıram. Çünki diplomatik yollar heç bir əsas vermədi ki, məsələyə pozitiv yanaşaq. Əlbəttə. Bilirsiniz, mən bunu niyə görə deyirəm? Ermənistan özü təcavüzü əvvəldən planlaşdıran dövlətdir. Açımız, aqressiyumuz deyilən bir siyasət var. Yəni, təcavüzü əvvəldən planlaşdırılır. Böyük Ermənistan iddiasıyla Türk torpaqlarında, o cümlədə Azərbaycan torpaqlarını almaqla böyük Ermənistan yaratmaq xülasındadılar bunlar. Yəni, onlar bu planı həyata keçirmək üçün Azərbaycan ərazilərini işğal ediblər, Qarabağ və ətraf rayonlarını. Və onların dinc yolla da ölkədən çıxacağı gözlənilən deyil. O başqa məsələdir ki, əgər beynəlxalq birlik, o cümlədə BMT, o 4 qətnaməsinin həyata keçməsi üçün qeyri-hərbi sanksiyalar, iqtisadi sanksiyalar tətbiq eləməklə onu məcbur edərsə, Ermənistan geri çəkir. Yəni, mən bütün məsələlərdə biz təbii ki, dinc yolu daha çox üstün sayırıq. Təzyiq yoluna məsələnin həll olunmasını mən hesab edirəm ki, mümkündür. Yəni, bu hərbi yolla da ola bilər, qeyri-hərbi yolla. Yalnız belə danışıqlarla, xahiş ilə ermənilərin Azərbaycan torpaqlarını tərk edəcəyi inandınız deyil. Çox sağ olun, sənin söhbətə görə biz hər birimiz döyüşə hazırıq. Ali Baş Komandan əmrin versin, gedək, döyüşə deyirik. Təşəkkür edirəm bir daha. Və mən tamaşaçılara qeyd edirəm ki, studiyamızın qonağı millət vəkili Fərəc Quliyev idi.